Hər vaxtınız xeyirli olsun əziz dostlar. Yenə də MRTP İnşaatda canlı sizinlə görüşə gəlmişik. Yavaş-yavaş havalar isinirsə, deməli kənd təsərrüfat işləri ilə artıq məşğul olmağın zamanıdır. İnsanlar var ki, onlar həyətyanı sahələrdə müəyyən lazımsız alaq otlarından əziyyət çəkirlər. Onların təmizləməsini keçmişdə əllə, oraqla, dəryazla istifadə etməklə həyata keçirdilər. Ancaq müasir dövrümüzdə texnologiya inkişaf etdikcə artıq keçmiş alətlərə heç bir ehtiyac qalmır. Artıq əl əməyindən istifadə də arxa plana keçib, yorulmadan rahat şəkildə biz ən müasir ot biçənlərdən istifadə etməklə o lazımsız alaq otlarından həyətyanı sahəmizi azad edə bilərik. Bunun üçün nə etmək lazımdır? MRTP İnşaata təşrif buyurmaq lazımdır ki, sizə bütün növ ot biçənlərdən söhbət açıb danışacağım və daha sonra onun hansı aksesuarları var, təmiri necə olunur, harada etmək olar, nətərdir, bütün bunlar haqqında sizə ətraflı məlumat verəcəm. Bir halda ki, birincidən başlayırıqsa, deməli, tam olaraq hər bir haqqında məlumat verəcəyik. Bax, bu ot biçənin qiyməti 150 manatdır. Bu nədən ibarətdir? Elektrik enerjisi ilə çalışır. Yəni, heç bir yağdan, yanacaqdan istifadə olunmadan elektrik naqilinə qoşulmaqla rahat şəkildə siz də həyətyanı sahələrinizi alaq otlarından təmizləyə bilərsiniz. Daha sonra növbətinin qiyməti 165 manatdır. Bütün məhsulların üzərində qiyməti var ki, rahat şəkildə baxa bilərsiniz. Bu da eyni zamanda elektrik enerjisi ilə çalışır, sürəti olduqca yüksəkdir və qalınlığından asılı olmayaraq bütün alaq otlarını rahat şəkildə qırıb dağıtmaq imkanı var. Keçirik növbəti bizim ot biçənlərimizə. Hər birinin qiyməti var üzərində 150 manatdır, 170 manatdır, daha sonra isə 150 manatdır. Bunlar isə həm yağla, həm də əziz dostlar elektrik enerjisi ilə işləmir. Ancaq yağla işləyir və yanacaqla işləyir. Yəni benzinlə çalışır. Bax, burada gördüyünüz bütün bundan sonra, yəni bu iki ot biçəndən sonra olanların hər biri yağla və benzinlə çalışır. Daha sonra isə burada nə var? Bütün növ aksesuarlar mövcuddur. Qarşıya keçimdə aksesuarları göstərəcək. Ancaq burada elektrik enerjisi ilə deyil, yağla deyil, yanacaqla deyil, tam olaraq daşdan istifadə etməklə rahat şəkildə həyətyanızı, sahələrinizi biçmək üçün bax belə ot biçənlər də var. Sürətin də yəqin ki, fırlanmasından dostlar müşahidə edə bilirlər ki, olduqca yüksək sürəti var və bu sürət nəticəsində siz həyətyanı sahənizi alaq otlarına təmizləyə bilərsiniz. 125 manatdır bax bunun qiyməti. Digər bizim təbii ki, burada var yenə də, yəni hamının bildiyi dildə desəm, zaryatka ilə çalışır ki, bundan da rahat istifadə etmək olar. Variantlarımız maşallah çoxdur. Yəni, bunun da alt hissəsindədir. Təkərin fırlanmasından istifadə edərək rahat şəkildə sürüb, heç bir əziyyət olmadan, heç bir ağırlıq qaldırmadan, qolunuza güc salmadan rahat şəkildə istifadə etmək mümkündür. Və daha sonra bizim yenidən növbəti daşla çalışan yenə də bir ot biçənimiz var ki, bunun artıq daşı bir qədər fərqlidir və bu bir qədər də qalın budaqları doğramaq üçün tək ot biçməklə kifayətlənmir. Bu, əlinizi qaldırmaqla ağacın nazik budaqlarını rahat şəkildə bax bu alətdən istifadə etməklə kəsə bilərsiniz. Üzərində qiyməti var. Bunun da qiyməti 85 manatdır. Elə yerlər var ki, biz əl mişarlarından istifadə eləyə bilmirik və bunu rahat şəkildə uzada da bilərsiniz hətta. Əziz dostlar, baxın, uzanır da hətta və yuxarı qaldırmaqla istədiyiniz sahədə olan ağac budaqlarını kəsə bilərsiniz. Həm də otu biçmək mümkündür bundan. Yenə də təkərləri var. Yerdə hərəkət etdirməklə rahat ot biçmək mümkündür. Və burada bizim isə aksesuarlarımız var. Bir qədər də bunlar haqqında məlumat vermək istəyirəm ki, qiyməti bu dəmirlərin 3 manatdır. Burada da yenə ot biçənlərimiz var. Rusiya istehsalı da var, Çin istehsalı da var və bütün şirkətlərə məxsus olan bizim ot biçənlərimiz və onların aksesuarları. İnsanlar çox hallarda keçmişdə bütün bunlar olmadığından daha çox əziyyət çəkirdilər və müasir dövrümüzdə də bu ot biçənlərin olmasına baxmayaraq aksesuarların bir qədər tapılması çətin idi. Ancaq indi o qədər aksesuar var ki, biri-birindən gözəl, biri-birindən ideal və onu da söyləmək istəyirəm ki, burada MRTP İnşaatda bütün ot biçənlərin demək olar ki, 99,9% bütün avadanlıqları var. Yəni təsəvvür edirsiniz 99,9% bütün detalları var.
Əgər sizin ot biçənizdə hər hansı bir problem varsa, ot biçənizi götürüb yaxınlaşırsınız MRT bir inşaata və burada dəyərli dostlar, bu işin mütəxəssisləri sizə yaxından kömək edirlər ki, hər hansı bir qırılan yeri varsa, çıxan yeri varsa, çatlayan yeri varsa, problemi olan yeri varsa, burada bizim öz peşəkar ustalarımız da var ki, onlar da sizə kömək edəcəklər. Bir daha qeyd edim, məsələn, 99,9% gördüyünüz ot biçənlərin hər birinin aksesuarı mövcuddur və onun detalları da var ən əsası və burada bir daha qeyd etmək istəyirəm ki, gördüyünüz kimi ot biçənlərin bütün aksesuarları mövcuddur. Burada bizim belə bir yer deşənimiz var, onu da məlumatını verim. 225 manatdır. Həyətyanı sahələrinizdə ağac əkmək istəyirsinizsə, yerdə müəyyən qazıntı işi aparıb ora dirək bastırmaq istəyirsinizsə, fərqi yoxdur. Yəni yeri deşmək istəyirsinizsə, bax bu alətdən rahat şəkildə istifadə edə bilərsiniz. Yanacaqla çalışır, yağ yanacaqla və uzunluğu da maşallah böyükdür və bunun bu ucluq hissəsini də dəyişib digər daha böyüyülə və yaxud da daha kiçiyilə əvəz etmək mümkündür. Bu da MRT1 inşaatdadır. Əziz dostlar, qiyməti bir daha qeyd edirəm, 225 manatdır. Daha sonra isə bizim bu bölməmizdə bağ qayçılarımız da var və bağ qayçılardan əlavə gündəlik olaraq həyətyanı sahəmizdə digər işlər görmək üçün də kəsici alətlər mövcuddur. Bu da eyni zamanda rahat şəkildə ağacın müəyyən yerlərini, kiçik budaqlarını budamaq üçün istifadə olunur. Biz keçmişdə bunlardan istifadə edirdik. Bir qədər də bunun kobud variantları idi. Amma indi müasir günümüzdə daha rahat, daha ucu, belə deyək, əyməli və daha ucu iti bağ qayçılarımız var ki, ondan da rahat istifadə edə bilərsiniz. Aşağı yerləri bu bağ qayçılarının köməyi ilə kəsmək, budamaq mümkündür. Yuxarı yerləri isə bax bu alətlərdən istifadə edərək kəsə bilərsiniz. Və eyni zamanda bizim bağbanlarımız var ki, onlar da calaq işləri ilə məşğul olurlar. Həm də bizim calaq vurmaq üçün gördüyünüz kimi burada bizim xüsusi qayçılarımız var ki, ağacın müəyyən hissəsini zədələmədən rahat şəkildə kəsməklə ona calaq vurmaq mümkündür. Burada da yenə bağ qayçılarımız var, bir qədər qalın sahələri və ələxüsus da bununla dekorativ həyətyanı sahəmizdə olan kolları bir ölçüyə gətirmək üçün istifadə etmək mümkündür. Qiyməti 22 manatdır. Yəqin dostlar bunu görüblər ki, müəyyən şəhərlərdə, yol kənarlarında dekorativ ağaclar var ki, onun yarpaqlarını bunun köməkliyinə istifadə etməklə rahat şəkildə kəsmək mümkündür. Və belə mişarlarımız da var burada. Tək bununla kifayətlənmirik. Bütün növ mişarlar var. Qatlananı da var, tam açıq olanı da var. Digər variantlarda da siz istifadə edə bilərsiniz. Daha sonra bizim burada nə var? Bizim burada bir qədər böyük gördüyünüz kimi odun doğramaq üçün və ya da budaq kəsmək üçün mişarımız mövcuddur. Belə açılıb bağlanan, hər kəsə lazım olan həm avtomobilində gəzdirə bilər, həm də yay aylarında, salam, çox sağ olun. Həm də yay aylarında gözəl şəkildə, əgər dəniz kənarına gedirsinizsə, müəyyən dincəlməyə gedirsinizsə, bu lapatkandan istifadə edə bilərsiniz. Bir tərəfi yeri, necə deyirlər, deşmək üçündür. Diqqət eləyin. Bir tərəfi isə bel rolunu oynayır. Bundan da bir yeri kəsib deşməklə nə isə bastıra bilərsiniz və yaxud da necəsə istifadə etmək mümkündür. Həm də qatlanır, rahat şəkildə avtomobilinizə qoya bilərsiniz və ondan bir qədər böyük ölçüsü də var və bir qədər də böyük ölçüsü var. Bax belə bizdə balta da var ki, bundan da çöldə istifadə olan insanlar bundan rahat istifadə edə bilərlər. Buradan açılan yeri var. Burada açırıqsa içərisində biz bilirik ki, çölə gediriksə, təbiət qoyununa gediriksə, ola bilsin ki, elektrik enerjisi onsuz da olmur, amma müəyyən yandıranımız da, alışqanımız da olmaya bilər və bunun köməkliyinə istifadə etməklə siz odunlarınızı rahat yandıra bilərsiniz. Bu da olduqca gözəldir, təbiət sevən insanlara çox ideal bir baltadır. Arxasından çəkic kimi də istifadə etmək olur, qarşısından isə balta kimi və bunun bir qədər böyük ölçüləri də var, yenə deyirəm, kiçik ölçüləri də var və burada da belə bir bizim alətimiz var ki, bu alətdə olduqca mənim xoşuma gəlir. Kiçik balta, ucluq, arxası çəkicdir, qiyməti 32 manatdır və bunun da içərisində aksesuarlar var ki, siz də bu aksesuarlardan istifadə edə bilərsiniz. Bunun içərisində kəlbətini var, bunun içərisində düz fırlanan atverkası var, figurun atverkası var. Yəni bütün istifadə edəcəyiniz alətlər bir aradadır. Yəni bir arada siz də alıb istifadə edə bilərsiniz. MRT1 inşaata yaxınlaşırsınız. Əziz dostlar, 365 gün sizin
hədiyyə qazanmaq şansınız var. Odur ki, hər 50 manatlıq alış-verişdə bir kupon əldə edirsiniz. Bir kupon əldə edəndən sonra ad, soyad yazıb sehirli qutunun içərisinə atırsınız və zəfər günündə Niva markalı avtomobil oynanacaq. Ümumiyyətlə, bundan sonra baş tutacaq bütün loteriyalarımızda Niva markalı avtomobil oynanılacaqdır. Odur ki, seçimimiz MRTP İnşaat olsun ki, siz də qalib olmaq şansını qazanasınız. Onu da qeyd edim, pulunuz yoxdursa heç bir problem yoxdur. Bir kartla, taksi kartla da müəyyən alış-veriş etmək mümkündür. Hətta şəxsiyyət vəsiqəsi ilə yerində kredit də yazdırmaq mümkündür. Səhifəmizi əziz dostlar izləyin, bizim paylaşımlarımızı paylaşın və şərh də yazmağı unutmayın ki, daha hansı bölməmiz haqqında və yaxud da hansı məhsullarımız haqqında sizə ətraflı məlumat verək. Yenə də qarşınızda olacağım, çünki bura MRT İnşaata nə etmək lazımdır? Birlikdə tikmək lazımdır.